Salam aleyküm değerli dostlar, değerli izleyiciler. Hamınızı xoş gördük. Bu günləri Binə qəsəbəsində bir dənə ev təqdim edəcəm ki, gördüyünüz, bugünə qədər baxdığınız evlərin hamısını unudun. Bəli değerli dostlar, 4 otaqlı həyət evimiz var. Gəlin bura. Evimizin bax bu hissədə su bakı yeri var. Gördüyünüz kimi əlavə qoyulubdur. Qəşəng olmazsa olmazın burada mangalxanamız var değerli dostlar, değerli izleyiciler. Çok güzel. Fərz elə bax burada ətini qoyun, burada nə bilim falan şey qoy, burada nə bilim tostoranını, yağını, mağını qoy. Hər şeydə yəni necə lazımdır. Həyətinə də rahat bir dənə maşın girir. Kombi xəttlərimizə qədər hamısı çəkilidir. Evimiz də kürsülü, tam necə lazımdır təmir rəhət evidir. Daxil oluram evin içinə. Buyurun gəlin. Həyət işladılmasına kimi hamısı tam süper vəziyyətdədir. Qapını örtəyə Ayşəxanım zəhmət olmasa. Ya Allah'ın adı. Çünkü kapı örtüldüğü zaman ışık daha da vurur. Bəli. Deməli, dostlar, gördüyünüz kimi evimiz mükemmelin üstünde olan bir həyət evidir. Dizaynla söz yox. Xanımlar, buyurun baxaq mənə mətbəxə. Wow. Məncə də wow dedirdən bir mətbəxdir dostlar. Burada gördüğünüz kimi panorama pəncərəsi, qəşəng mətbəx butonla yığılıb, lüstruna kadar var. Bir usta ki, burada birbaşa kebab pişdiyi, isti mətbəxə ötürə biləcəyiniz giriş, çıxış yenə ikinci bir qapısı var. Değerli dostlar, gəlin indi isə keçək otaqlarına. Sizə uşaq otağını göstərim. Buyurun, bura bir desk otaq. Qəşəng səliqəlidir. Bura evimizin qonaq otağıdır. Geniş zal, auralı zal istəyənlər məncə bu evi əldən qaçırmasınlar. Belə bir gözəllikdə, dizaynda olan bir ev, ikinci bir ev yoxdur dostlar. Gəlin bura. Evimizin kompakt, kulturlu yataq otağı. Televizor xəttinə qədər burada. Gəlin bura. Evimizi digər yataq otağı. Gördüğünüz gibi kompaktdır, çok udobludur. Böyle süper bir proyektlə yığılıb. Burada evimizin sanitar qovşağı var. Aksesuarların hamısını yığıb təhvil verəcəyik. Birbaşa alan adamlarına, real alıcılar tələsin, gəlin bu evi əldə edin. Eğer dostlar, qiyməti çox münasib qiymətə. Rəylərdə yazın. Buyurun mən sizə deyəcəm. Çox münasib qiymətlərdir. Məncə bu evi qaçırtmayaq. Allah xeyir versin.